Salam, hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bugünkü güvən sınağının 11-ci sinif üçün olan testlərinin izahına baxaq. Deməli, birinci sualda deyilir, bərabər təcillə hərəkət edən cismin ikinci saniyənin sonunda sürəti 18 olub. T bərabər 2 saniyə sonra V1 bərabər 18 olub. 5-ci saniyənin sonunda isə 6 metr bölü saniyə olub. Başlanğıc zaman anında bu cismin sürətini hesablayın. Deməli, ikinci saniyənin sonu ilə 5-ci saniyənin sonu arasında nə qədər vaxt keçir? 3 saniyə vaxt keçir. Gəlin bu müddət ərzində sürətin dəyişməsini, yəni təcili tapaq. 6-dan 18-i çıxaq, sondan başlanğıc çıxıb bölək 3 saniyəyə. Bu da bizə verəcək -12 böl 3, bu da eləyəcək -4. Təcili tapdıq. Ondan sonra başlanğıc sürəti tapmaq üçün V0 minus AT-dən istifadə edək. Başlanğıc sürəti bilmirəm neçədir. V0 minus təcil 4. Müddət də ki, ikinci saniyənin sonunu götürək və sürəti 18-ə bərabər eləyək. 2 saniyə sonra sürət 18 olub da. Buradan da V0-ı taparıq. 18 üstəgəl 8. O da eləyəcək 26. İki cisim radiusu R bərabər 30 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Birinci cisim 10 metr bölü saniyə sürətlə K nöqtəsindən keçən anda İkinci cisim 6 metr bölü saniyə sürətlə M nöqtəsindən keçir. Bu cisimlərin ilk dəfə hansı zaman müddətində görüşdüyünü hesablayın. Deməli, əgər 360 dərəcə 2 piyerə uyğun gəlirsə, 120 dərəcə nəyə uyğun gəlir? 120 360-dan 3 dəfə kiçikdir. 2 piyeri onda 3-ə bölmək lazım olacaq. 2 vurulsun pi 3-dür. R-i bizə verməyiblərmi? Radiusu verməyiblər. Veriblər 30-dur. Bölək 3-ə. Bu da eləyəcək 60. Deməli, başlanğıcda cisimlər arasında 60 metr məsafə var. Özü də eyni istiqamətdə hərəkət edirlər. Onda biz görüşmə anını tapmaq üçün aralarındakı məsafəni nisbi sürətə bölməliyik. Eyni istiqamətdə də hər ikisi sadə-əqrəbi istiqamətində hərəkət edir. Hərəkət etdiklərinə görə sürətlərin fərqini tapmalıyıq. 10-dan 6-nı çıxanda qalır 4. 60-ı da 4-ə böləndə eləyir 15. 15 saniyə sonra görüşəcəklər. Deyir ki, xətti sürətlər eynidir. VK bərabərdir VL-ə. Omega bərabərdir V böl R düsturuna baxın. Onda omega R-lə tərs mütənasib asılı olur V-nin eyni qiymətində. Əgər 3R-də 15-dirsə, R-də 3 dəfə çox olar da. Radius 3 dəfə azalıbsa, bu 3 dəfə artmalıdır, çünki tərs asılıdırlar. 45 olacaq. Cismə bir düz xətt boyunca yönələn modulları bu qədər olan qüvvələr tətbiq edilir. Ən kiçik qiymətini tap. Ən böyüyünü bir tərəfə yönəldin. Kiçiklərini də digər tərəfə yönəldin. 5 və 6. 5 ilə 6-nın cəmi 11 eləyəcək. 11-dən də sağa doğru 9 var. Onu çıxanda qalacaq 2. 8 kiloqram kütləli cisim müəyyən hündürlükdən sərbəst düşürsə, sərbəst düşmə zamanı çəkisi 0 olur. Ağırlıq qüvvəsi 0 olmur. MJ də ağırlıq 8 vurulsun 10, o da eləyəcək 80. Cisim yer səthindən şaqili yuxarı atılmışdır. T uçuş bərabərdir 2V0 bölünsün J'dir. Yəni T uçuş V0-dan düz mütənasib asılıdır. Əgər V0 sürəti ilə atılanda T-dirsə, 4V0 sürəti ilə atılanda 4T olar. Yəni 4 dəfə artar. Sıxılmış yaya bərkidilmiş cisim üfüqi səth üzərində sükunətdədir. Cismə təsir edən sükunət sürtünmə qüvvəsi. Sıxılmış yaydırsa, əgər yayı sıxıb saxlamışıqsa, onda yay özü bu tərəfə getmək istəyər də, elastiklik qüvvəsi bu tərəfə doğru yönələr, sıxmışıq axı. Onda deməli sükunət sürtünmə də belə yönəlib ki, və bunlar da F sükunət, F elastikliyə bərabərdir ki, cisim sükunətdə qalır. Yəni D variantı. Deməli, sürtünmə əmsalının düsturu F sürtünmə bölünsün N-dir. Yəni tangens alfadır. Onda 1 ilə 2, 3-ü müqayisə eləsək, 1-in bucağı böyük olduğundan μ1 çox olacaq. 2 ilə 3 isə eyni bucaq olduğundan tangensləri bərabər olacaq. Deməli, μ'lər də bərabər olacaq. K sərtlik əmsalının düsturu F elastiklik böl X olmasına baxmayaraq aslı deyil.
K-nın öz aslı olduğu kəmiyyətlər var. Y(S) bölünsün L0. Bərk cisim və mayelərin xassələrində keçəcəksiniz. 30 Newton dartı qüvvəsi təsir edir, amma nə işdirsə cisim yavaşlayan hərəkət eləyib. Belə çıxır ki, burada sürtünmə qüvvəsi dartı qüvvəsindən çoxdur. Sürtünmə qüvvəsinin modulunda soruşur. Gəlin təcili tapaq. A bərabərdir. Son sürəti 0-dır. Başlanğıcdakı 20-dir. Zaman 4-dür. Milici -5. F sürtünmədən F dartını çıxıb bərabər eləyək Newtonun ikinci qanununa görə MA-ya. Əvəzləyici qüvvə MA-ya bərabər olmalıdır. F sürtünmə minus F dartı 30-dur. M neçədir? 10. A neçədir? 5. F sürtünmə də olacaq 80 Newton. Çəkisiz yaydan asılmış 4 kiloqram kütləli cisim şaquli aşağı istiqamətdə yönəlmiş 10 Newton qüvvə ilə dartılır. Ağırlığı da var da 4 kiloqram kütləli cismin ağırlığını MJ-dən tapa bilərik 40 Newton. Tarazlıq halında yayda yaranan elastiklik qüvvəsi modulu. Elastiklik qüvvəsi yuxarı yönələcək, çünki cisim aşağı dartılır. 40 Newton ağırlıq var, 10 Newton da biz dartırıq. 40 plus 10, 50 Newton elastiklik qüvvəsi yaranacaq tarazlıq halında. Çünki aşağı doğru 2 qüvvə var. Ağırlıq, bir də F dartı. Şaquli aşağı istiqamətdə 2 metr/saniyə bərabər sürətlə hərəkət edən liftin döşəməsindəki cismin çəkisi 48 Newtondur. Bərabər sürətlə hərəkət edirsə, çəki ilə ağırlığa bərabər olur. Onda M-i tapmaq üçün 48-i böləcəyik J 10-dur. 4 onda 8 verəcək bizə. Təcillə hərəkət eləsəydi MJ plus A, MJ minus A düşünərdik. Üfüqi səthi üzərində yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında. Deməli, T tormoz bərabərdir V0/A. Son sürət onsuz da 0 olur da. V0/A-nın yerində də müj durur. Sonra yuxarını da aşağını da M-ə vur. T tormoz bərabər olacaq. P0 bölünsün F sürtünmə. Sabit sürtünmə qüvvəsi deyir. Bu konstantdır. Vsyo. Onda T tormoz P0-dan düz asılı olacaq. 8 kiloqram kütləli cismi kütləsi 6 kiloqram olan bir cins link. Linkin kütləsini nəzərə alıblar. Neçə dama var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dama var. Düz ortasından buradan ağırlığını qoyaq. 60 Newton. Link tarazlıqda qalmağını istəyir. Oldu. Deməli, 15 vur, 15-in qolu neçə damadır? Dayaqdan 2 damadır. Bərabərdir. 60 vur, 60-ın qolu 1 damadır. Plus 8 kiloqram kütləli cisimdir. Gəlin bunu da 6 yazım da. Mən hamısını çünki kütlə ilə yazdım axı. Bunu da J-yə vurmuram. Elə 6 vur 1 yazıram. Bilirsiniz, onsuz da mən bunları J-yə vuranda, hər tərəfi J-yə vuranda J-lər ixtisar gedəcək. Ona görə vurmayaq heç. 8 vur L yazaq. İndi bunu hesablayaq. L də bərabər olacaq 3. Qolu 3 dama olmalıdır. 1, 2, 3. Buradan asmaq lazımdır. Buradan asaq tarazlıqda qalar. Momentlər qaydası ödənir. Deməli, linki sadə əqrəbin əksinə fırladan qüvvələrin momentləri ilə sadə əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri bir-birinə bərabər olur. M bərabər FD-dir. Buradan F-i tapsaq olacaq M/D. Yəni FD ilə tərs mütənasib asılıdır. Verilmiş kütləli cisim blokların köməyi ilə hamar müstəvi boyunca bərabər sürətlə qaldırılır. Sistem qüvvədən 2 dəfə qazanc verir. Normalda bu cismi yerdən qaldırmaq üçün MJ qüvvəsi tətbiq eləmək lazımdır ki, bərabər sürətlə heç olmazsa qaldıra bilək. İndi gəlin burada baxaq. Bu aşağı doğru MJ-dir. 2 dənə proyeksiyası var. Biri belə, biri belə. Bu proyeksiya onsuz da dayağın reaksiya qüvvəsi ilə tarazlaşır. Bizə maraqlı olan bu proyeksiyadır. Yəni MJ sinus alfa. MJ sinus alfa. Sinus alfada bucağın qarşısındakı katetin hipotenuza olan nisbətidir. Yəni 3-ün 15 olan nisbəti. Bura yaza bilərik. Deməli, MJ vurulsun 3/15. Yəni, MJ vurulsun 1/5. Bərabər sürət sözü işlətdiyi üçün, deməli, bax, burada həmin o qüvvə düşməlidir. İndi gəlin baxaq. Bu F-dir. Eyni ipdirsə, bax, burada da F olmalıdır. Eyni ipdir, burada da F olmalıdır.
Və bura onda düşür 2F. Deməli, 2F-imiz bərabər olur 5də 1 mj-yə. Onda F də bərabər olacaq 5də 1 mj böl 2. Və aldıq F bərabər mj böl 10. Yəni 10 dəfə qazanc əldə edirik. Mj ilə yox, mj böl 10-dan qaldıra bilirik. İndi baxın. Burada onsuz da siz bilirsiniz ki, mail müstəvidə qüvvədə qazanc L böl H-la tapılır. 15-i 3-ə bölürsən, eləyir 5. Bunu yadında saxlayırsan. Sonra şəklə baxırsan. Bax, bu bloklar sistemi neçə dəfə qazanc verər? Biri tərpənməzdir, biri tərpənən. Tərpənən blok 2 dəfə qazanc verir, tərpənməz blok qazanc vermir. 5 mail müstəvinin hesabına, 2 də tərpənən blokun hesabına 10 dəfə qazanc əldə edirsən. Belə. Yəni, mən uzun mahiyyət izah edəndən sonra qısaca bunu deyə bilərəm. O nöqtəsinə nəzərən F qüvvəsinin qolu hansıdır? Aha, O nöqtəsi burada yerləşmişdir. F qüvvəsi də budur. Nə olmalıdır? Uzantısını çəkməliyəm və daha sonra dayağa perpendikulyar endirməliyəm. 90 dərəcə olmalıdır. Ona görə də bax, qol olacaq bura. OC məsafəsi. Kütləsi 10 kiloqram olan cisim bloklar sistemi vasitəsilə təcillə qaldırılır. F qüvvəsinin qiymətini tapın. Deməli, bura F düşür. Burada eyni ipdir. F düşür. Burada F düşür. Onda bura 2F düşür. Aşağı doğru da 10 kiloqram kütləli cismin ağırlığı 100 Newtondur. Və yuxarı hərəkət elədiyi üçün yazırıq. 2F çıx 100 bərabərdir. Kütləsi 10, təcili də 2. Buradan alıram. 2F bərabərdir 120. F də bərabər olacaq 60-a. 60 Newton. Cismin kinetik enerjisi YK bərabər mv kvadratı bölünsün 2-dir. Onda tərəzi və spidometr bizə kifayət eləyər. Tərəzi ilə kütlə, spidometrlə sürət. Potensial enerjinin düsturları. F kvadratı bölünsün 2K, Fx bölü 2, bir də Kx kvadratı bölünsün 2-dir. 2y potensialı x-a bölürüksə biz alarıq F-i bax. Düstura bax. 2y potensial bölünsün x. Kinetik enerjinin impulsdan asılığı pi kvadratı bölünsün 2m'dir. Ona görə də kvadratik aslı olacaq. M də konstant veriblər. Təcillə impuls. İkisi də vektorialdır. Sürət istiqamətində yönələn impulsdur. Çünki P bərabər mv'dir. Əvəzləyici qüvvə istiqamətində yönələndə təcildir. Çünki F bərabər ma-dır. Düzxətli bərabər sürətli hərəkətdə 0-a bərabərdir. Yenə də təcil. İmpulsu var. Özü də sabitdir. Tarazlıq vəziyyətindən çıxarılmış cisim öz-özünə əvvəlki vəziyyətinə qaydırsa, bu dayanıqlı tarazlıqdakı qaydır. Qayda bilmirsə, bu dayanıqsız tarazlıqdır. Fərqsiz tarazlıqda isə əvəzləyici qüvvə 0 olur. Çünki yuxarı doğru reaksiya var, aşağı doğru mj, tarazlıq halında bunlar bir-birindən tarazlaşır. Dayanıqlı tarazlıq vəziyyətində olan cisim minimum potensial enerjiyə malik olur. Yerə nə qədər yaxınsansa, o qədər tarazlıqdasan. Dayanıqsız tarazlıq vəziyyətində olan cisim maksimum potensial enerjiyə malik olur. Buna baxın, bu dayanıqlı tarazlıqda da yerə yaxındır da, potensial enerji mgh-dır da, düsturumuz h azdır deyə mgh da azdır. Amma bir də buna fikir versəniz, dayanıqsız tarazlıq halındadır və hündürdədir. H çoxdur, potensial enerji də çoxdur. Yol istəyir. VT ilə tapa bilərik də 30 kilometr böl saniyəni vurmaq lazımdır 5 dəqiqəyə. Dəqiqəni də saniyəyə çevirmək üçün 60-a vururam. Belə. Bu da olacaq 9000. Deməli T 30-dur. Bu yuxarı yönəlmiş təcillə hərəkət elədiyi üçün T bərabər olacaq 3mj plus A. Bu da bərabər 30. Yəni mj plus A bərabər olacaq 10. Eyni ipdə eyni gərilmə olur. Burada 30-dur. Və aşağı yönəlmiş təcillə hərəkət edir. 2m, bu da 3m. 5mj aşağı doğru ağırlıqdır. Minus 30 bərabər olacaq 5ma-ya. 5mj minus A da bərabər olacaq 30-a. Bizdən də F istəyir.
Tək F-ə fokuslansaq, bura baxsaq, aşağı yönəlmiş A təcilindən hərəkətdir. Onda F bərabər olacaq 3M J minusa. Belə. 5mj minus a 30-dursa, belə çıxır ki, m j minus a 6-ya bərabərdir. 35 böləndə 6 edir. Onda mj minus a-nın yerinə 6 düşünsəm, 3-ü də 6-ya vuranda eləyəcək 18. Tarazlıq halındakı çəkisiz yaylardan asılmış cisimlərin kütlələri və yayların sərtlikləri uyğun olaraq m1, 2, m2-dir. Aha, deməli buna aşağı doğru m2j ağırlığı olacaq. Bunda 2m2j ağırlığı olacaq. Sərtliklər də bərabərdirlər. Elastiklik qüvvələri. Elastiklik qüvvəsi tarazlıq halında mj ilə tapılır. Yəni ki, ona görə birincisində 2 dəfə çox olar. Kütləsi çoxdur 2 dəfə çünki. Deməli, ağırlığı çoxdur. Yayların potensial enerjiləri. Y potensial bərabər f kvadratı bölünsün 2k-ya baxsaq, k-lar eynidir. Onda birincisi 4 dəfə çox olacaq. Axı qüvvəsi 2 dəfə çoxdur. Potensial enerjisi də 4 dəfə çox olar. Çəkinin vahidi Newtonda kiloqram vur metr böl saniyənin kvadratı. Impuls MV-dir, yəni kiloqram vur metr böl saniyə. Enerji də joule-dur. Kiloqram vur metrin kvadratı böl saniyənin kvadratı da açılışı. Newton vur metrdir. Bax, oradan yadınızda saxlaya bilərsiniz. Bir də qüvvənin vahidi həm də Newton var. Y variantı, A variantı, C, B, D hamısını qeyd elədik. Aha, deməli, sürtünmə qüvvələri təsir edir ki, bunlar deyir ki, bərabər sürətli düz xətlə hərəkət edirlər. 20 Newton qüvvənin təsiri altında. Deməli, mü vurulsun M1 J və üstə gəl, mü vurulsun M2 J bərabər olmalıdır 20-yə. J də 10-dur. Bunda nə olacaq? 40 üstə gəl 60. 100 mü bərabər olacaq 20-yə, mü də bərabər olacaq 20 böl 100-ə. Yəni 5-də 1. Belə. Çünki bu, bərabər sürətli düz xətlə hərəkət edir. Dartı bunların sürtünmələrinə bərabər olmalıdır ümumi halda. Bir də ki, biz sistemə baxanda gərilməni nəzərə almırıq. Deməli, rəylərdə bir şagird soruşmuşdu. Bilmirəm, o bu videoya baxar, baxmaz. Gərilmə daxili qüvvədir. Buradan da var, buradan da var. Ona görə sistemə baxanda gərilməyə baxmağa ehtiyacın yoxdur. Ayrıca gərilməni soruşsa, onda gəlib buna qoyacaqsan belə. Bunun üçün tənlik yazacaqsan artıq. Yazacaqsan T bərabərdir M2-nin sürtünməsinə. Mü, necə idi düzdür? Mü MJ idi də. Mü 2 yazdım. T bərabərdir mü M2J. Belə olacaq. Həmin gərilmə qüvvəsi onun sürtünməsinə bərabər olacaq ki, bərabər sürətli hərəkət eləsin, soruşsa. İp qırıldıqdan sonra hər bir cismin necə hərəkət etdiyini yazın. Deməli, sürtünmə qüvvəsi vardı ya, birinci cisim sürtünmə təsir eləyir. Yəni, bu ip gərilməsi olmayanda sürtünmə qüvvəsinin hesabına yavaşlayan hərəkət eləyəcək və sonra dayanacaq. Yavaşlayan hərəkət eləyib dayanacaq. Daha doğrusu ikinci cisim. Ancaq birinci cisim dartı qüvvəsi var. Əvvəl burada sürtünmə qüvvəsi də var idi. Bir də ipin gərilməsi də təsir edirdi. Bax, 2 dənə bu tərəfə doğru qüvvə var idi. Ancaq indi dartı var. Yəni ki, əvvəl bərabər sürətlə hərəkət edirdi. İndi bərabər təcillə hərəkət edəcək dartı qüvvəsinin hesabına. Ona təsir edən, birinci cismə təsir edən 8 Newton eləyir. Elə bir sağa doğru 20 Newton dartı var, sola doğru 8 Newton var. Kütləsi də neçədir? M1-in kütləsi 4-dür. 16 böl 4 bərabər 4. Aha, bu təcillə hərəkət eləyəcək. Amma ikinci cisim artıq yavaşlayan hərəkət eləyəcək. Sürtünmə qüvvəsi təsir edir yalnız. İp qırıldıqdan sonra ilk 3 saniyə ərzində M2 cisminin getdiyi yolun zamanlamasılıq qrafikini çəkin. Aha, yavaşlayan hərəkət eləyəcək. İlk 3 saniyə ərzində. Yalnız sürtünmə qüvvəsi təsir elədiyinə görə. Deyir ki, zamanı saniyə ilə ifadə elə. S tormoz T-dən asılığı olacaq. Deməli, bax, belə bir asılıq olacaq. Ən sonunda da artıq dayanır. Bir dənə S tormozu tapaq. Deməli, başlanğıc sürəti onun neçə olacaq?
bərabər sürətlə hərəkət edirlər də 6-dır başlanğıc sürəti. Aha. Deməli V0-ın kvadratı bölünsün 2A. V0-ın kvadratı bölünsün 2 müj, yalnız sürtünmə qüvvəsi təsir eləyəcək. 6-nın kvadratı bölünsün 2 vur R 10'dur. Münü də hesablamışdıq, 5'də 1 eləmişdi. Birinci tapmışdıq. Aha. Baxaq bunun qiyməti neçə eləyəcək? 36. Deməli, bu ilə bu ixtisar gedər. 2 qalar, bu da 4. 36'nı da 4'ə böləndə 9 elir. 9 metr gedəcək. T tormoz neçədir? Onu da bir dənə tapaq. V0 bölünsün müjədir. Görək o 3 saniyədə tormozlanır, yoxsa yox. V0 6'dır. Mü 5'də 1'dir. J də 10. Ki, hə, 3 saniyədə elə bu dayanır. Всё. 3 saniyədə tormozlanır. Görürsünüz? T tormoz 3 alınır. 3 saniyə gedib dayanacaq yəni. Aha, belə.